16-cı suala baxırıq. 16-cı sualda verilmiş nəqli cümləni məhsul növə çevirmək tələb olunur bizdən. Əvvəlcə cümləmizin tamamlığını müəyyən etməliyik. Yəni in Newbridge sözü cümlənin əvvəlinə gəlməlidir. Ona görə D variantını çıxırıq, çünki D variantında mübtəda olduğu kimi saxlanılmışdır. İkinci məqamda isə biz nə edirik? Cümləmizin zamanına fikir veririk. All are building. İndiki davam edici zamandadır. Demək biz burada was istifadə edə bilmərik. Was çünki keçmiş zamandadır və biz bilirik ki, indiki davam edici zamanda, ümumiyyətlə davam edici zamanlarda məhsul növə çevirərkən to be-dən sonra mütləq şəkildə being sözü öz əksini tapmalıdır ki, biz o cümləni məhsul növdə işlədə bilək. Baxın, B variantında is built yazılıb, yəni burada being sözü yoxdur. E variantında been yazıb, biz been sözü ilə sadəcə və sadəcə have, has və had olduqda rastlaşırıq. Yəni bitmiş zamanlarda biz been sözünü istifadə edirik. Ona görə E variantda səhv. Bizim düzgün cavabımız A variantı olacaqdır. A new bridge is being built by the workers. İşçilər tərəfindən yeni körpü inşa edilir.